Əli əleyhissalam daxil oldu məscidə, öz qatilini durğuzdu, yuxudan yatanları oyatdı yuxudan və son dəfə Əli əleyhissalam bu Kufə məscidində namaz qılırdı. Kufə məscidinin divarları son dəfə Əli əleyhissalamın azanı, iqamə səsini eşidirdilər. Son dəfə təsbihini eşidirdilər, zikirlərini eşidirdilər. Və Əli əleyhissalam dayanır namaza, Allahla razı niyaz eləyir, Allaha son ibadətini yerinə yetirir. Və o halda idi ki, heç kəs Əli əleyhissalamı o halda görməmişdi. O hal ki, Əli əleyhissalamda var idi, başqa bir hal idi. Əli əleyhissalamın o ruçuları son ruçuları idi. Əlinin səcdəsi son səcdəsi idi. Və bu